Salamlayıram hər kəsi. Xoş gördük. Necəsiz? Ümid edirəm yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün. Bugün biz sizinlə gözəl bir mövzuda müzakirələr aparacağıq. Bugünkü mövzumuz şikayət enerjisindən azad ol. Şükrümüzü necə artıra bilərik? Şikayət enerjimizi necə şükür enerjisinə çevirə bilərik? Bunlar haqqında danışacağıq. Gəlin başlayaq. Yəqin ki, bir çoxunuz müşahidə etmisiniz. Bəlkə də elə özünüzdə də var. Ətrafınızda da çoxlarını da görmüsünüz. Bir çox insanlar hər şeyi tənqid edirlər, hər şeydən şikayət edirlər, hər şeydən narazıdırlar. Və bu hallar təəssüflər olsun ki, daha da artmağa davam edir. Niyə belədir? İnsanlar niyə hər şeydən şikayət edirlər? Biz niyə şükür etmək yerinə, əlimizdə olanları dəyərləndirmək yerinə daha çox tənqid edirik, daha çox hər şeydən narazıyıq, əlimizdə olanlarla kifayətlənmirik, yalnız məmnun olmadığımız şeyləri dilə gətirməyə çalışırıq. Bunlar sizcə hansı səbəbdəndir? Bunların bizə əslində bir xeyri yoxdur. Bəs bunların bizə nə qədər ziyanlı olduğunu bilirikmi? Biliriksə, bilə-bilə niyə bunlara davam edirik? Bugün istəyirəm ki, kimlər ki şikayət enerjisindədir, kimlər ki daha çox tənqid edir, kimlər ki həyatından, baş verən hər şeydən, həyatında olan hər şeydən, ətrafında olan hər şeydən narazıdırsa, bu enerjisini dəyişsin, şükür enerjisinə keçsin. Bugünkü mövzumuz şikayət enerjisindən azad ol. Biz necə şikayət enerjisindən azad ola bilərik? Hər şeyin başlanğıcı fərqindəlikdir. Bir çox insanlar var ki, heç şikayət enerjisində olduğunun belə fərqində deyil. Elə bu webinarda mən həm sizin fərqindəlik qazanmağınızı istəyirəm, həm sizin özünüzə baxıb, özünüzdə olanları görməyinizi istəyirəm, həm də o gördüklərinizi müsbətə doğru dəyişməyiniz üçün addım atmağınızı istəyirəm. Əgər siz özünüz də bunu istəyirsinizsə, bugün burada məni dinləyəcəksiniz və buradakı dinlədiklərinizi, öyrəndiklərinizi həyatınıza tətbiq edəcəksiniz. Ümid edirəm ki, tətbiq etdikcə də şikayət enerjinizi şükür enerjisinə dəyişdirməyə bacaracaqsınız. Və burada həmçinin mən sizə müəyyən praktikalar da təqdim edəcəm və xüsusi çalışmalar olacaq. Sizə bir test də təqdim edəcəm. Baxın, görün, doğrudan da siz şikayət enerjisindəsizmi? Bir özünüzün fərqində olun. Görün, bunlar sizdə varmı? Əgər bunların özünüzdə olduğunu görüb müəyyən edirsə, bunları da mütləq dəyişdirmək üçün addımlar atın və hansı addımlar ata bilərsiniz, bunlar haqqında da mən sizlə danışacağım. Nəyə görə insanlar şikayət edirlər? Sizcə səbəb nədir? Niyə biz hər şeydən şikayət edirik? Nəyə görə çox şeydən narazıyıq? Əslində bu bir vərdişdir. Çox insanlar bunu öz həyatının bir hissəsinə qatıbdır. Buna deyirlər şikayət etmə vərdişi. Bəs insan niyə şikayət edər? Bu vərdiş necə formalaşar? Gəlin bu haqda danışaq. Şikayət etmə vərdişi bizim böyümə tərzimizdən, aldığımız tərbiyədən, ətraf mühitdən və beynimizin qoruma mexanizmindən formalaşa bilər. Uşaqlıqdan öyrəndiklərimizdən. Əgər uşaq vaxtında ətrafımızda olan insanlar daim şikayət edirdilərsə də, hər şeylə bağlı öz əks fikirlərini bildirirdilərsə də, beynimiz bunu artıq normal qəbul eləməyə başlayır və beləliklə də bu bizdə bir davranış modeli kimi qəlibləməyə başlayır. Avtomatik olaraq bizim beynimiz də bu modeli təkrarlayır. Yəni uşaqlıqdan öyrəndiklərimiz bizim şikayət enerjisində olmamıza səbəb ola bilər. Beynimizin təhlükəsizlik sistemi. Beynimiz çox vaxt nələrə diqqət eləyir? Təhlükələrə və negativ şeylərə. Bu nə üçündür? Bu insanın sağ qalma instinktindən irəli gəlir və biz özümüzü qorumağa çalışırıq əslində. Və ona görə də beynimiz problemlərə fokuslanır. Problem kimi gördüklərimiz haqqında da başlayırıq şikayətlər eləməyə. Sonra şikayətin gətirdiyi müvəqqəti rahatlıq.
Biz nədənsə şikayət eləyəndə ətrafdakı insanların bizə dəstək verəcəyini düşünürük. Çox hallarda da bunu görürük bəzən. Başlayırıq olanlarla bağlı fikirlərimizi bölüşməyə. Falan şey belə oldu, o mənə bunu etdi, bu belə oldu, bu xoş olmadı və s. Və ətrafdakılar müəyyən qədər bizə qayğı göstərir belə olanda. Xüsusilə də əzizlərimizə gileylənirik, onlardan hansısa dəstək istəyirik və s. Buna görə də hər dəfə biz o dəstəyi görəndə davamlı o şikayətləri eləyirik. Həyatımızda olan müəyyən şeylər var ki, bu bizə çox ziyan verib, bu bizim həyatımızın pis vəziyyətə gəlməsinə gətirib çıxardıb və ətrafımızda olan, əzizimiz olan insanlara bunları daim deyərək, şikayətlənərək, özümüzü bəzən yazıq dırnaq arasında deyirəm, vidinə də qoyuruq. Bu əslində qurban rolunda olmaqdır. Və o insanlar bizə hər təskinlik verdikcə, hər bizə deyəcə, sən nələr çəkibsən, sənin qabağında nələr baş verib, belə, biz sanki ondan qidalanırıq. Və bu şikayətlərə davam edirik. Amma şikayət etməklə, davamlı bunu etməklə biz heç nə əldə etmirik. Bir baxın özünüzə, şikayət etdiklərinizə, nə qədər ki şikayət edirsiniz. Bu şikayət etmək sizə hansısa faydanı verir. Biz sadəcə bunu deyirik və nəticə olaraq heç nə əldə etmirik. Yalnız şikayət etmək bizə bir fayda vermir. Nələrəsə qarşı öz fikrimizi bildirə bilərik. Bundan məmnun olmadığımızı bildirə bilərik. O zaman bildirə bilərik ki, bunun biz həll yolunu qarşı tərəfdən istəyək. Və qarşı tərəfin bunun fərqində olaraq nə isə dəyişdirə biləcəyini bilək. Hansı formada demək lazımdır ki, bunun həll yolu olsun. Əgər onu deyə biliriksə də bu yaxşıdır əslində, bu şikayət deyil. Bu, hansısa problemi həll eləməkdir. Amma sadəcə olaraq demək xatirinə biz nə isə deyiriksə də şikayət enerjisində. Bu, heç bir həll yolu vermir. Həm bizi negativlərə fokusluyur, həm qarşı tərəfə mənfi təsir edir. Yəni, bir faydası yoxdur da bunun. Ona görə də bunun fərqində olaq və bunu əvvəl azaldıq, sonra isə çalışaq ümumiyyətlə özümüzdən uzaqlaşdıraq bu davranışı. Sonra şikayətin gətirdiyim rahatlıq haqqında danışdım. Yəni biz ətrafımızdakı insanlara şikayət edirik və onlar bizə xoş sözlər deyir, bizi bəzən əzizləyir. Bunu biz özümüzə mükafat kimi qəbul edirik. Bu bizə müvəqqəti rahatlıq gətirə bilir və düşünürük ki, bu problemi həll edəcək, amma bu problemi həll etmir. Bunun fərqində olaq. Həmçinin öz məsuliyyətimizdən qaçmaq. Bəzən biz şikayət etməklə problemləri həll etmək yerinə öz məsuliyyətimizdən qaçırıq. Məsuliyyəti başqalarının üzərinə atırıq. Bu, çox insanların etdiyi bir şeydir. Özündə heç nəyi görmür, bir problem olanda başlayır başqalarını günahlandırmağı. O bunu belə elədi, ona görə bu baş verdi. Falan şey belə olmuşdu deyə bu oldu. Ətrafdan şikayətlər eləyirik və özümüzdən məsuliyyəti götürürük. Bu da şikayət etmə vərdişinin formalaşmasının bir səbəbidir ki, insanlar buna görə də şikayət eləyə bilirlər. Mən xoşbəxt deyiləm, çünki filan kəs mənə bunu elədi. Bu işim alınmadı, çünki filan kəs vaxtında bu şeyi gətirmədi. Amma bəs mən nə etdim ki, bu işim alınmadı? Nə edə bilərəm ki, bu işim düzgün şəkildə irəliləsin? Bunu özümüzə demirik. Həll yolu axtarmırıq. Şikayət enerjisində olan insan həll yolu axtarmır. Yəni, bu bizə fayda vermir. Bir daha təkrar edirəm, bunun fərqində olaq. Ona görə də şikayət enerjisindən çıxmaq lazımdır. Şikayət enerjisi bəs bizə fayda vermir. Şikayətin bizə hansı ziyanları var? Gəlin bunlar haqqında danışaq. Şikayət etmək bizə necə ziyan verir? Şikayət enerjisində olan insan daim negativlərə fokuslanmış olur. Əlində olan gözəllikləri görmək yerində olmayanları görür. Düzgün, yaxşı yolunda gedən şeyləri görmək yerində yolunda getməyən şeyləri görməyə başlayır. Bu da təbii ki, heç də xoş deyil. Bax, məsəl üçün sizə nümunə deyim də, yəni bu enerjidə olan insanlar mütləq nəsə tapıb şikayət eləyəcəklər. Gəlin bir tənqid etmə vərdişi olan bir insanın dilindən sizə cümlələr deyim.
Məsəl üçün biri danışır qarşısında, yavaşca danışır da. O deyəcək ki, bu adam çox yavaş danışır. Biri biraz tez danışacaq, deyəcək bu adam çox tez danışır. Və yaxud da baxacaq bir insana, onda bir paltar gördü, nəyinisə bəyənmədi. Bu geyim ona heç yaraşmır. Və yaxud da indi işdədir də, hər birimizin, yəni çoxumuzun müəyyən işimiz var da, özümüzün işlədiyimiz bir iş var. Bir işçi də edə bilmədiyi hansısa bir şey görən kimi deyir ki, bu işçi filan şeyi səhv elədi. Əslində bəlkə o işçinin düz elədiyi çox şeylər var ha, amma o şikayət enerjisində olduğuna görə o nəyi səhv elədisə də həmən dəqiqə onu görür və bu işçi bunu səhv elədi. Elə insanlar, şikayət enerjisində olan insanlar müsbətləri çox vaxt görə bilmirlər. Öz həyatında 10 dənə müsbət şey varsa da, 10 dənədən 9 dənə müsbət şey varsa da, biri mənfidirsə də o mənfini görəcək. O 9 dənə müsbəti qoyacaq qırağa, o mənfini görəcək, həmən dəqiqə deyəcək ki, məndə bu şey belədir. Uşaq vaxtı, mən uşaq olanda, bir də görürsünüz, söhbətlər gedirdi. Bir tanışlarım var idi. Deyirlər ki, filan kəs bütün günü ağlayır. Bəlkə indi siz də eşitmisiniz, el arasında elə adamlar. Deyir, filan kəs bütün günü ağlayır. Hər şeydə var, amma yenə də ağlayır. Bax, o şikayət enerjisində olan insanlardır. Ki, çatışmayan şeyləri deyir, başlayır şikayətlənməyə. Misal üçün, evi var, məsəl üçün, müəyyən işi var. Amma nəyisə ala bilməyib də, bu çatdırıb ala bilmirəm bu şeyi, bu alınmır bu şeyi etmək. Yəni nə ki yoxdur, başlayır ən çox onun haqqında danışmağa. Amma olanları demir də. Kənardan baxanlar bəlkə də onun həyatına görə qibtə eləyirlər ki, bunda bunlar var, bunlar var. Amma o öz həyatında olan bu gözəllikləri görmür. Onlara görə şükür etmək yerinə o bir dənə nə yoxdursa da daim o yoxu qabardaraq onunla bağlı danışır. Bu da yaxşı hal deyil. Yəni bu bizə əksinə daha da negatifi yüklüyür. Hətta insanın ruzisini belə apara bilər belə şey. Ona görə şikayət enerjisində olmayın. Gəlin sizə bir maraqlı bir hekayə danışım. Əslində bu bir metafordur. Bunu özünüzə baxın, özünüzü də belə təsəvvürünüzə canlandıraraqdan bu şikayət enerjisindən çıxın. Gəlin bir insan seçək və ona bir ad qoyaq. Kamal adında bir adam var idi. Bir kişi var idi. Bu Kamal hər şeydən narazı idi. İşdə, evdə, küçədə gördüyü hər şeyi tənqid edirdi. Qarşısına yemək qoyurdular, deyirdi bu yemək dadsızdır. Ətrafında əzizləri bir paltar geyinirdi, ona göstərirdi ki, bu necədir? Bu sənə yaraşmadı. Bu sənə yaxşı durmur. Sən niyə belə geyinmisən? Kimsə gəlib ona nəyisə deyirdi, onun fikirlərinə hansısa düzgün tövsiyələr verirdi. Deyirdi ki, bunlar məni başa düşmürlər. Bunlar məni anlamırlar. Yəni, hər şeydən narazı idi, hamını günahlandırırdı, hər kəs haqqında hər hansı bir mənfi şey tapırdı və danışırdı. Bir gün o yolla gedirdi, bir qadın onun qarşısına çıxdı və dedi, sənə bir güzgü vermək istəyirəm. Bu güzgünü alsan, həyatın yaxşı olar. Bu bir sehirli güzgüdür. Bəlkə bu güzgü sənə kömək edər. O da şikayət enerjisində olan bir insandı, onsuz da hər şeydən narazı idi. Düşünür ki, bəlkə mən bu güzgünü alsam, həyatımda olan o narazılıqlar aradan qalxar. O sehirli güzgünü alır və gedir. Demə bu güzgü elə bir güzgüymüş ki, insan hər dəfə kimisə tənqid eləyəndə, nədənsə şikayət eləyəndə, onun üzündə mənfi bir iz buraxırdı. O bu güzgünü götürür və yenə də öz davranışlarına davam eləyir. Hər şikayət elədikcə onun üzündə bir iz qalmağa başlayır. Bu insan da çox şikayət eləyən insandır. Şikayət etdikcə üzündə yenə bir iz yaranır. Şikayət etdikcə üzündə yenə bir iz yaranır. Yəni o güzgüyə baxanda. Qadın ona demişdi ki, nədənsə narazı olanda o güzgüyə bax,
Sən güzgüyə tez-tez baxdıqca sənin bu problemin bəlkə həll olar. Və beləliklə o hər dəfə şikayət eləyəndən sonra güzgüyə baxdıqca baxır görür üzü çox pis hala düşür. Və zaman keçəndən sonra baxır görür ki, onun üzü elə bir haldadır ki, özü özünə baxıb özünə nifrət eləməyə başlayır. Sonra yenə də qadınla qarşılaşır. Qadın gəlir ona deyir ki, necəsən? Deyir, necə olacam? Sən mənə dedin ki, sənin problemlərin aradan qalxacaq. Amma mənim problemlərim də aradan qalxmadı. Üzüm də pis günə qaldı. Dedi, sən hələ də başa düşməmisən, məsələ nədir? Gəl mən səni başa salım. Sən başqalarını nə qədər şikayət eləyəcəksən, nə qədər başqalarında mənfi şeylər görəcəksən, bunların hər biri sənin daxilinə qaranlıq gətirir və bunlar da sənin üzündə yansıyır. Sən bunları indiyənə kimi anlamadın. Kamal düşünür və fərqində olur ki, doğrudan da indiyənə kimi etdikləri yanlış imiş. Əslində şikayət etməklə özünə ziyan edirmiş. Şikayət etdiyi insanlar onsuz da heç nəyi dəyişmirlər. Onsuz da onlar olduqları kimi qalırlar. Amma onun düşünərək, beyninə salaraq, diqqətini verərək, narazı qaldığı, şikayət etdiyi hər şey onun qəlbindəki işığı söndürürmüş. Onun daxilini qaraldırmış və onun üzünü pis hala salırmış. Və bundan sonra o öz səhvini anlayır, şikayət etməyi buraxır. İndi əziz məni dinləyənlər, siz də o sehirli güzgünüzü əlinizdə saxlayın. Bilin ki, hər dəfə tənqid etdikcə, hər dəfə şikayət etdikcə öz içinizi qaraldırsınız. Öz daxilinizdəki işığı söndürürsünüz. Şikayət etməyin. Şikayət etməyinizə səbəb olan məsələlər nədirsə də, onu necə yoluna qoya bilərəm haqqında düşünün. Bu zaman probleminiz aradan qalxacaq, şikayət etməklə yox. Biz şikayət enerjimizi necə müsbətə doğru dəyişə bilərik? Gəlin sizə praktik çalışma deyim. Misal üçün, bir tənqid dəftəri götürün, bir dəftəriniz olsun. Təbii ki, bu birdən-bir aradan qalxmaz da. Yəni, insan bu şəkildə formalaşırsa da, bu çox insana artıq beyninin bir düşünmə qəlbi şəklində olan bir şeydir və bunu bir dəfə ilə biz asanlıqlardan qaldıra bilmərik. Dediyim kimi, əvvəl biz bunların fərqində olmalıyıq. Fərqində olmaq üçün də nə edə bilərik? Bir özünüz üçün tənqid dəftəri tutun. Əgər dəftər tuta bilməsəz, hamının telefonu var da yəqin ki. Telefonunuzun bir qeyd hissəsi var da. O qeyd hissəsində özünüz üçün hər dəfə qeyd eləyərsiniz. Yəni buna ərinməyin də. Əgər dəyişmək istəyirsinizsə də, həyatınızı yaxşılaşdırmaq istəyirsinizsə də, şükür enerjisinə keçmək istəyirsinizsə də, biraz öz üzərinizdə işləyin ki, bu gördüyünüz ziyanları da aradan qaldıra biləsiniz. Nə edirik? Bir tənqid dəftəri tuturuq və yaxud da telefonumuzun qeyd hissəsini bu tənqidlərimiz üçün ayırırıq. Gün ərzində özümüzü və başqalarını tənqid etdiyimiz məqamlarda həmin o hissəyə nəyi tənqid elədik, necə tənqid elədik, kiçik qeyd yazırıq. Və bunu deyim ki, insanlar yalnız başqalarını tənqid eləmirlər, özümüzü də çox tənqid eləyirik. Özümüzdən də narazıyıq çoxlarımız. Düzdür, bəzi insanlar yalnız başqalarını tənqid eləyir, özündə heç bir səhv görmür. Amma elə insanlar var ki, hətta özündən belə narazıdır. Bu da çox pis haldır. Mənim hər işim uğursuz olur, mən heç nəyi bacarmıram, bunu düz eləyə bilmədim və s. kimi. Bu da insanın öz güvənini aşağı salır, dəyərsizlik duyğusunu artırır. Bu da mənfi haldır. Yəni bunu da aradan qaldıraq. Özünüzü və başqalarını tənqid etdiyinizi gördüyünüz anda onu ya dəftərinizə qeyd eləyin və yaxud da telefonunuzun qeyd hissəsinə qeyd edin. Misal üçün, yəni insanlar havanı belə tənqid edirlər. Biz onu əslində şikayət kimi görmürük, amma bunun özü belə şikayətdir. Hava soyuq olur, qar yağır. İndi qardır da havadır, qışın havası necə olar? Bugün nə pis havadır. Hər yer buz bağladı. Yəni bunu belə biz tənqid formasında deyirik, şikayət formasında deyirik. Qar əridi, hər yer palçıq oldu. Qışın günündə gün çıxıb, belə hava olar. Baxın, bunun özü belə şikayətdir, şikayət enerjisində olmaqdır. Yəni sən bunu deməklə nə əldə edirsən?
Olmazmı ki bu havadan zövq alasan, bu havanın gözəlliyindən zövq alasan? Qar çıxıbdı, mikroblar əriyəcək, mikroblar gedəcək, əhvalımız yüksələcək. Gün çıxıbdı, günəşdən müsbət enerji alırıq. Yəni burada olan gözəllikləri görmək yerinə biz mənfi şeyləri görürük. Tənqid dəftərinizə nəyi şikayətdə dedinizsə də, hansı cümlənizi şikayətdə işlədinizsə də, həmin dəqiqə orada qeyd edin ki, biləsiniz ki, siz bugün nə qədər tənqidlər, şikayətlər, şikayət cümlələri işlətmisiniz. Yəni dəftərə alınsa dəftərə, bir kiçik qeyd dəftəri, bloknot da götürə bilərsiniz ki, əlinizin altında olsun, yaza bilərsiniz. Və yaxud da bu indi çoxuna çətin gələcəkdir, amma telefonun not yerinə yaza bilərsiniz. Bu sizin üçün asan olacaqdır. Bu yazdığınız bütün bu nə qədər tənqidlər yazmısınız, hamısını yazdınız və günün sonunda baxdınız ki, nə qədər tənqid yazmısınız və bunlara baxın. Birinci fərqində olun, görün ki, nə qədər sən tənqid işlədibsən, bir özünüzə baxın, deyin ki, mən bugün bu qədər tənqid işlətmişəm. Ta yenidən özünüzü tənqid eləməyi demin, nə gündəsən, görsən nə qədər tənqid işlədibsən. Denən sən bunun fərqində olubsan. Şükürlər olsun ki, sən artıq bugün bunları düzəltmək üçün hansısa addım atmağa qərar vermirsən. Elə birinci addımı o cümləni deməklə başlayın. Sonra isə o şikayət cümlələriniz ki var, onları müsbətə çevirin. Bütün şikayət cümlələrinizi müsbətə çevirin. Gəlin mən sizə müsbət cümlələr deyim. Misal üçün, deyirsən ki, işim çox yorucudur. Tutalım ki, gün ərzində işləmisən və yorulmusan. Deyirsən ki, işim çox yorucudur. Bugün işim məni çox yordu. Bu bir şikayət cümləsidir. Bunun yerinə müsbət cümlə deyin. Hansı bir müsbət cümləni demək olar? Deyə bilərsən ki, bu işim sayəsində mən qazanc əldə edirəm. Baxın, bu artıq şükür enerjisidir. Bayaq biz dediyimiz cümləmiz şikayət enerjisində idi. Amma indi dediyimiz cümləmiz, yenə də sən bu işi görürsən, heç nə dəyişmir. İşim yorucu desən də sən bu işi görürsən. Bu işimin sayəsində mən qazanc əldə edirəm desən də sən bu işi görürsən. Amma artıq sən öz enerjini dəyişdirirsən. Bu işimin sayəsində mən qazanc əldə edirəm. Artıq biz neynədik? Cümləmizi dəyişdik. Bunu kimi də başqa. O hava ilə misal çəkdim sizə. Məsəl üçün deyirsiniz ki, hava çox soyuqdur, şaxtadır, qar yağıb. Bunu çox soyuqdur deyərək şikayət eləmsən. Amma deyirsən ki, qar yağıb, mikroblar gedir, hava təmizlənir. Eyni şeydir. Hadisə eyni hadisədir. Bizim cümlələrimiz dəyişir. Bizim enerjimiz dəyişir. Baxın, bu baxış bucağının da dəyişməsi deməkdir. Yəni, biz məsələlərə baxış bucağını dəyişməklə öz həyatımızı müsbətə doğru dəyişə bilərik. Elə şükür enerjisinə də şikayət enerjisini çevirməklə öz həyatımıza gözəllikləri qata bilərik. Bu çalışmanı edin, baxın görün necə olacaq. Ola bilər ilk etdikcə şikayət cümlələriniz çox olacaqdır. Onları çevirmək sizə biraz çətin olacaqdır. Amma zamanla bu çalışmanı tətbiq etdikcə artıq siz elə yerindəcə yazmamış o şikayət cümləsini şükür cümləsinə çevirə bilərsiniz. Əvvəl niyə yazın deyirəm? Çünki birinci fərqində olun. Baxın görün gün ərzində nə qədər şikayət cümlələri işlətmisiniz. Sonra isə bunları bir çevirməyi öyrənin. Ola bilər ki, axı həmin anda siz çevirə bilməyəsiniz. İlk olaraq, praktik olaraq ona bir zaman sərf eləyin, beyninizi bir işlədin, çevirməyi öyrənin. Ən azı bir həftə heç olmasa bunu eləyin. Sonra isə artıq yazmayın, avtomatik çevirin. Gördünüz ki, beyninizə şikayət cümləsi gəldi. Bu dediyim formada da tez çevirin şükür cümləsini və salam, iş bitmişdi. Və beləliklə, hər dəfə bunu elədikcə görəcəksiniz ki, hər şey nə gözəl olacaq. Və deyəcəksiniz ki, bəs yaxşı, doğrudan da şikayətə səbəb şeylər var, bəs onları necə dəyişək? Burada isə biz lazım olanları etməyə yönəlməliyik. Misal üçün, nədənsə narazısan? Tutalım, bayaq dedim ki, işçim bu şeyi səhv elədi. Eləmi? Tutalım ki, bu işçi bunu səhv elədi. Sən bundan şikayət elədin. Bunun həllinə yönəl. Səhv elədi, sən ona get denən ki, bax bunu belə eləsən daha doğru olar. Və ona özü eləyə bilmirsə də kömək elə, göstər, bax gəl birlikdə bunu belə eləyək. Birlikdə həmən o səhvi düzəltdinmi? Və salam, şikayətə səbəb bir şey qalmadı. Yəni, əgər bir şey dəyişdirə bilmiriksə də cümləmizi dəyişirik, baxış bucağını dəyişdiririk, şükür enerjisinə bu şəkildə keçirik. Yox, şikayət etdiyimiz şey bizim həyatımıza
maneələr yaradan bir şeydirsə də, yəni bu şey burada problemlərə səbəb olan bir şeydirsə, bunun həll olması üçün nə etmək olar? Bizim əlimizdən nə gəlir və yaxud da şikayətə səbəb olan insan nə edə bilər ki, bu şikayət aradan qalxsın? Onunla bağlı lazım olanları edək. Bu problem o zaman aradan qalxacaqdır. Şikayətə səbəb heç nə ortada qalmayacaq. Bunları edin, tətbiq edin və görəcəksiniz ki, zamanla şikayətləriniz də azalacaq, şikayətə səbəb olan nələr varsa da onlar da azalmağa başlayacaq. Yəni deyirəm, elə insanlar var ki, hər şey əla olduğu halda bir mənfi tapıb oradan şikayət etməyə nəsə özündə tapıb şikayət eləyəcəkdir. Ona görə də bunu etməyin. Mən sizə istəyirəm test deyim. Kim test eləmək istəyir? 10 sual verəcəm. 10 sualdan əgər bəli cavabınız çox olsa, demək ki, siz şikayət enerjisindəsiniz. Xeyr cavabınız çox olsa, demək ki, şikayət enerjisində deyilsiniz. Burada indi nəticələri də sizə bölüşəcəm. Ona görə də gəlin testi eləyək, özünüzü müşahidə eləyin, baxın, görün, fərqində olun, görün, şikayət enerjisindəsiniz, yoxsa yox. Hazırsınızsa başlayaq. Mən sualları deyəcəm. Mən həmişə bu testi barmaqlarla edirəm. Aha, buyurun yazmısınız. Demək nə edirik? Hər cavabınız bəli olduqca bir barmağınızı bağlayırsınız. Sonra sonda baxın, görün neçə barmağınızı bağladınız. Onu sayarsınız, nəticə olaraq deyərsiniz. Sualı verirəm. Bəli və yaxud da xeyr cavabı verirsiniz. Bəli cavab verəndə barmağınızı yumursunuz. Şikayət enerjisindəsənmi? Gəl bunu müəyyən edək. Başqaları haqqında tez-tez şikayət edirəm. Bəli, yoxsa xeyr? Əgər bəlidirsə, barmağınızı yumun. Sual 2. Həmişə işimdən və gündəlik həyatımdan narazıyam. Cavabınız bəlidirsə, barmağınızı yumun. Əgər elə deyilsə, heç bir barmağınızı yummursunuz. Sual 3. Ətrafımdakı insanlarla müsbət şeylər haqqında danışmaq əvəzinə daha çox tənqid edirəm. Cavabınız bəlidirsə, barmağınızı yumun, xeyirdirsə, yummayın. Sual 4. Həmişə həyatımda olan çətinliklərə diqqət yetirirəm. Hətta kiçik şeylər belə məni narahat edir. Əgər belədirsə, bəli, elə deyilsə, xeyir. Sual 5. Mənim üçün əsas olan şeylərdən biri daima başqalarını düzəltmək və dəyişdirməkdir. Əgər belədirsə, bəli, elə deyilsə, xeyr. Sual 6. Həyatımda olan problemləri həll etməkdə çətinlik çəkirəm və onları çox vaxt başqalarına yükləyirəm. Həyatımda olan problemləri həll etməkdə çətinlik çəkirəm və onları çox vaxt başqalarına yükləyirəm. Cavabınız bəlidirsə, barmağınızı yuma bilərsiniz. Sual 7. Günün sonunda şikayət etməyi və ya narazılığımı paylaşmağı təbii hesab edirəm. Yəni, gün bitdi, nədən narazısansa ən çox onlar haqqında danışıram. Bugün filan şeydə istədiyim kimi olmadı. Bugün də filan şey belə oldu. Əgər eləsizsə, barmağınızı yuma bilərsiniz. Sual 7. 8. Hər zaman işlərimin və ya münasibətlərimin mənfi tərəfinə fokuslanıram. Yəni, işdə də hər zaman mənfini görürəm, həyatımda olan insanda da hər zaman mənfini görürəm. Münasibət olarkən, yəni valideynin ola bilər, övladların ola bilər, həyat yoldaşın ola bilər, sevgilin ola bilər, nişanlın ola bilər. Yəni, həmin insanda çox vaxt mənfiləri görürsən. Və yaxud da işində mənfiləri görürsən. Əgər belədirsə, bəlini seçə bilərsən. Sual 9. İnsanların davranışları və qərarları barədə tez-tez narazılıq edirəm. İnsanların davranışları və qərarları barədə tez-tez narazılıq edirəm. Cavabınız bəllidirsə, barmağınızı yuma bilərsiniz, xeyirdirsə yummayın. Və sonuncu sual, 10-cu sual. Çox vaxt həyatımda nə qədər yaxşı şeylər olduğuna fokuslanmaq yerinə mənfi cəhətləri daha çox görürəm. O bayaq dediyim insanlar kimi. Həyatımda yaxşı şeylər olmasına baxmayaraq, bir dənə mənfi şey olan kimi mən onu görürüm, deyirəm, bu şey niyə belə oldu? İndi baxın, görün, 10 sualdan neçə bəli cavabınız çıxdı. Bəli cavablarınızı sayın
və deyin neçə dənə bəli cavabınız oldu. Əgər bəli cavabınızın sayı 7-10 arasındadırsa da, indi gəlin sizə nəticələr deyin. Əgər bəli cavabınızın sayı 7-10 arasındadırsa, siz şikayət enerjisindəsiniz. Sən şikayət enerjisindəsən. Şikayət enerjisi həyatının bir hissəsi halına gəlib. Başqaları və ya vəziyyətlər haqqında tez-tez şikayət etmə. Müsbət düşüncə gücünü artır və bu enerjidən azad olmaq üçün fərqindəlik yaratmaq və şükür praktikasına başlamaq sənin üçün faydalı ola bilər. Daxili sakitlik və pozitivlik tapmaq üçün daha çox diqqət yetirməlisən. Əgər bəli cavabının sayı 4-6 arasındadırsa, bəzi anlar şikayət enerjisində ola bilirsən. Yəni tam yox, amma bəzi anlar şikayət enerjisində ola bilərsən. Şikayət enerjisindən uzaq durmağa çalışsan da, bəzi vəziyyətlərdə narazılıqların arxa planda qalıb. Bu zamanlar daha çox şükür etmə və mövcud anı qiymətləndirmə yolu ilə daha sağlam düşüncə tərzi inkişaf etdirə bilərsən. Əgər 0-3 bəli cavabı varsa, şikayət enerjisindən uzaqsan. Təbrik edirəm 0-3 cavabı olanları. Şikayət etmək əvəzinə həyatını pozitiv bir yanaşma ilə görürsən və çətinliklərə rast gələndə, çətinliklərlə qarşılaşanda həll yolu tapmağa çalışırsan. Bu çox sağlam və inkişaf etmiş bir düşüncə tərzidir. Davam et və başqalarına da bu müsbət enerjini ötür. Bu bizim testimiz idi. Cavablar sizi qane etdimi? Burada verilən tövsiyələri də dəyərləndirin və həyatınızda o enerjini azaltmağa çalışın. Bu sizin üçün çox gözəl olar. Şikayət və tənqid həyatımızda nələrə səbəb olur? Beynimizin müsbət düşüncə gücü zəifləyir. Nə qədər ki biz negativlər haqqında düşünürük, şikayət edəndə beynimizin müsbət düşüncə gücü zəifləyir və beynimizdə negativ düşüncələr artır. Şikayət edən insanlar həmçinin daxili gücünü itirir. Şikayət enerjisi insanı pasiv hala gətirir, özünü dəyişdirmək yerinə nə edir? Xarici amilləri günahlandırır, başqalarını günahlandırır. Amma dəyişim üçün heç nə etmir. Və belə insanların münasibətləri də pisləşir, ünsiyyəti də ətrafdan getdikcə pis hala düşür. Nə qədər insan qabağında şikayətdə olan insanla ünsiyyət qurmaq istəyər, qabağındakı insan da səndən bezəcək, yorulacaq, artıq səni dinləmək istəməyəcək. Belə insanlar dinləmək istəmir. Deyirlər, yenə başladı şikayət eləməyə, yenə başladı narazılıq eləməyə. Elə insanlar var ki, ümumiyyətlə hər şeydən gilə-güzar eləyir. Ailədə belə insanlar çox olur. Mənə seanslarda da müraciət eləyənlər olur. Misal üçün, xanım deyir ki, hər şey eləyirəm, yenə də bu insan məndən narazıdır. Bəzən isə bəylərdə də olur bu. Xanımın özü danışır, mən görürəm ki, bəy onun üçün nələrsə eləyir, amma o yenə çatışmayanı tapır. Məsəl üçün deyir ki, falan şey eləyir mənim üçün, bunu eləyir, onu eləyir və bunu mənim üçün niyə eləmədi? Bax, çünki o şikayət enerjisindədir. Yəni, həmişə elə günahkar bəylər olmur, xanımlar da günahkar olurlar. Və həmin o xanımlara da mən onda istiqamət verirəm ki, sən yönəl müsbətlərə, o sənin həyat yoldaşında, sevdiyin insanda gördüyün o müsbətləri deyə bilərsənmi? O başlayır saymağa. Sənin üçün hansı yaxşı işləri görür, sənin üçün səni dəyərli hiss etdirən və yaxud da sənə lazım olan, ehtiyacın olan nələri sənin üçün edir? Baxıram ki, görüm, yəni doğrudan mı bunun hər şeyi mənfidir bu qarşısındakı insanın? Baxıram ki, yox, bunu eləyir, bunu eləyir, bunu eləyir. Yaxşı, bunları eləyir, bir dənə bunu eləmir. Bunun üçün nə etmək olar? Gəl buna fokuslanaq. Şikayət edib durmaqla nə əldə eləyəcəksən? Və bəylər də bəzən belə olur ki, qadın hər şey eləyir, yeməyini pişirir, nə bilim paltarını, hər şeyini qabağına qoyur. İndi bəzən olur ki, xanımın da bacarmadığı nələrsə olur. Bəy də başlayır ondan şikayət eləməyə ki, bax sən bunu bacarmırsan, sən bunu yaxşı eləyə bilmirsən. Biz robot deyilik, biz insanıq, biz mükəmməl deyilik. Yəni heç bir insan tam mükəmməl deyil. Hər kəsin çatışmayan cəhətləri də var, edə bilmədikləri də var, yaxşı edə bildikləri də var. Yəni güclü tərəflərimiz var, zəif tərəflərimiz var. İnsanları olduğu kimi qəbul etməyi bacarmalıyıq, bu bir.
O zəif tərəflər nədirsə də onların fərqində olmalıyıq bu ki, və bunları aradan qaldırmaq üçün nə edə bilərik? Bunlara fokuslana bilərik və problemi həll edə bilərik. Əgər aradan qaldırmaq mümkündürsə, aradan qaldırmaq üçün lazım olanları etmək lazımdır. Yox, aradan qaldırmaq heç cür mümkün deyilsə də, dediyim kimi baxış bucağını dəyişdirmək lazımdır. Misal üçün, mənim seansımda bir xanım var idi. Deyirdi ki, mənim həyat yoldaşım evə gec gəlir. Amma yəni mənə diqqət göstərir, tutalım ki, evin hər bir şeyini eləyir, lazım olanları mənə alır, lazım olanda nəsə istəyəndə mənim üçün eləyir, gəzməyə aparır, yəni hər şey eləyir, amma evə gec gəlir. Bəs evə niyə gec gəlir? Çayçıya gedir, dostları ilə oturur, ona görə gec gəlir. Bu da məni narahat eləyir, mən də bundan daima şikayət eləyirəm. Tamam. Bu səni narahat eləyir. Bəs bunun üçün çözüm olaraq nə edirsən? Burada buna fokuslanmaq lazımdır. Həyat yoldaşım bununla bağlı nə deyir? Deyir ki, mən məsəl üçün dostlarımla gedirəm, dincəlirəm. Onlarla birlikdə zaman keçirmək mənim stresimi aradan qaldırır. Baxış bucağını dəyişmək. Sən görürsən ki, artıq bu o çayçıdan əl çəkmir. Gedir yenə də hər axşam o dostları ilə oturur, sonra gəlir evə. Yəni nə qədər sən bundan şikayət edirsənsə də, bu bunu dəyişdirmir. Yenə də çayçıya gedir, artıq deyir ki, neçə ildir bu vəziyyətdədir. Yəni bu bunu dəyişdirmədi. Deyir, hər bir yola əl atmışam ki, küsmüşəm də, nəsə eləmişəm də, yenə də gedir çayçıya. Tamam. O zaman baxış bucağını dəyişdirmək. Yəni bunu sən artıq bununla neçə ildir yaşayırsansa, demək sən bunu qəbul eləmirsən də ki, bunun yanındasan. Əgər biz bir şeydən məmnun deyiliksə də ondan uzaqlaşırıq. Yəni müəyyən qədər biz onu qəbul eləyə bilmişiksə də bu durumdan qalırıq. Və bu zaman baxış bucağını dəyiş ki, bu səni incitməsin. Tamam, o mənim üçün hər şey eləyir, yaxşıdır, mənim üçün lazım olanları edir. Amma onun ora getməyi, onun beynindəki stresi azaldır. O orada rahatlıq tapır müəyyən qədər, tutalım ki. Tamam, baxış bucağını bu formada dəyiş ki, o dostları ilə orada zaman keçirməklə bir saat evə gec gəlməklə orada öz rahatlığını tapır. Qoy o öz rahatlığını tapsın ki, mənə də daha yaxşı münasibət göstərə bilsin. Orada onun gərginliyi aradan qalxır, stres aradan qalxır. Bu formadan yanaş. Və əgər o deyirsə də orada rahatlıq tapıram, bəs evdə onun rahatlıq tapması üçün mən onunla necə zaman keçirə bilərəm? Biz çox vaxt qarşı tərəfi günahlandırırıq dediyim kimi. Amma özümüz nə edə bilərik? Bunun haqqında da düşünək. Və ola bilər ki, misal üçün 5 gün çayçıya gedirsə də, deyə bilərsən 4 gün çayçıya get, 1 gün gəl. Elə olanda, yəni zamanla o bəlkə sən onun üçün o rahatlığı ona verəcək nələrsə evdə etsən, heç onun çayçıya ehtiyacı qalmayacaqdır. Yəni hər yolunu birlikdə tapmaq mümkündür. Ya həll yolunu tapmaq, ya da baxış bucağını dəyişmək bizim şikayətimizi aradan qaldıra bilər. Mən indi sizə kiçik bir nümunəni izah elədim. Burada hər kəsin həyatında fərqli cür ola bilər məsələ. Mən indi bir məsələdən yol alaraq sizə bir həll yolunu təklif elədim. İndi hər kəsdə başqa cür ola bilər durum. Siz öz durumunuza uyğun olaraq həll yolunu tapın. Görün burada siz nə edə bilərsiniz ki, həm sizin şikayətiniz dayansın, sizin gərginliyiniz getsin, həm də ki, bu sizi narahat edən məsələ nədirsə də onu yaxşı tərəfə həll eləyə biləsiniz. Bütün bunlarla bağlı lazım olan addımları atmaqla hər şeyi yaxşıya doğru dəyişmək ola bilər. Şikayət enerjimizi necə şükür enerjisinə çevirə bilərik? Bunun üçün mən bunu həm marafonlarda deyirəm, həm təlimlərimdə deyirəm, həm webinarlarımda deyirəm. Yeri gələndə mövzuya uyğun olanda həmişə mən bunu sizə deyirəm. Hər gün sizi məmnun edən 3 şeyi, həyatınızda sizi məmnun edən 3 şeyi düşünün və günün sonunda onları xatırlayın və buna görə şükür edin. 24 saat ərzində ola bilməz ki, sizi məmnun edən nələrsə olmasın. Biz nə edirik? Dediyim kimi, günün sonunda həmişə bizi narazı salan şeyləri dilimizə gətiririk, onlar haqqında danışırıq. Elə günün sonunda yox, elə gün ərzində də. Fokuslanın sizi məmnun edən şeylərə. Hər gün ən az sizi məmnun edən, sizi xoşbəxt edən, sizin həyatınıza sevinç qatan 3 şeyi tapın və onlara görə şükür edin.
həyatınızda olan nələr varsa ona görə, yaşadığınız durumlara görə, özünüzdə olan nələrəsə görə. Yəni çox şey ola bilər. O qədər şükür səbəblərimiz var ki, belə bir cümlə oxumuşdum ki, sənin sıradan yaşadığın həyat kimlərinsə də əlçatmaz xəyalı və ya arzusudur. Ona görə də ola bilər ki, sən öz həyatında olan nələrsə sıradan hesab eləyirsən, amma kimlərsə də o arzuya çatmaqdan ötürü Allaha nə qədər yalvarır. Misal üçün, evinizin olmağı, başınızın üstündə eviniz var. Bu bir şükür səbəbidir. Hansısa bir işiniz var. Ola bilər o işdə çox əmək sərf edirsiniz. Dediyim kimi yorulursunuz. Ola bilər ki, müəyyən qədər çox enerji sərf edirsiniz. Çox zamanınız gedir. Amma ən azından işləyib qazanc əldə edə bilirsinizmi? Bax, bu bir şükür səbəbidir. O qazancınızla özünüzün ehtiyacınız olan şeyləri özünüzə ala bilirsinizmi? Bu bir şükür səbəbidir. Yəni, çox insanlar var ki, iş axtarır, iş tapmaq istəyir, tapa bilmir. Və yaxud da qadınlara deyim, ailəli xanımlara deyim, həyat yoldaşınız yanınızdadır, həyat yoldaşınız evinizə bazarlıq alır, gətirir, həyat yoldaşınız bir sizin başınızı sığallayır, övladlarınıza qayğı göstərir. Bunlar hamısı şükür səbəbləridir. Ola bilər həyat yoldaşınızın hansısa mənfi cəhətləri var. Dediyim kimi, bunları da aradan qaldırmaq üçün birlikdə nələrsə etmək olar. İndi deyə bilərsiniz ki, indi elə xanımlar var ki, həyat yoldaşlarından daha çox şikayətləri var. Yəni, məmnun olmadığı çox şeylər var həyatında. Bunlardan şikayət etmək yox, ya bunları düzəltmək lazımdır, ya da sən artıq görürsən ki, bu insanla yaşam sənin üçün dözülməzdir, sən o insandan yolunu ayırmalısan. Bu sənin özünə olan dəyərini göstərir. Düzdür, anlayıram, bəzən olur ki, insanlar nəyinsə xətrinə dözməli olurlar. Demək ki, o dözməli olduqları şeylər nələrdirsə də, onlar da sizin şükür səbəblərinizdir. Demək ki, 100-dən heç olmasa 80% sizdə məmnun qaldığınız şeylərdirsə də, o 20%-ə bitər, dözürsünüz ki, o ailənizi siz davam elətdirirsiniz. Amma yox, sizin o həyatınızda qurduğunuz ailənizdə hər şey sizin üçün şikayət səbəbidirsə də, bu yerdə qalmağınız belə sizin öz həyatınıza, özünüzə olan dəyərsizliyinizdir. Bunu düzəltmək üçün addım atmaq lazımdır. Daim şikayət etməklə yox, bayaq da sizə dediyim kimi. Bu problemi aradan qaldırmaq lazımdır. Ya o insanın sizə qarşı olan etdikləri mənfi hərəkətlər nədirsə də onu düzəltməsi üçün nələrsə etmək və yaxud da siz onunla yolunuzu ayıra bilərsiniz. Amma şikayət etməklə elə yenə də bu həyatı yaşamış olursunuz, yenə də o öz davranışlarına davam edir, yenə də siz onlara dözməli olursunuz. Həll yoluna yönəlmək lazımdır. Başlanğıçda da dediyim budur. Əgər həll yolu varsa da o həll yolunu tapıb, onun üçün lazım olan addımları edib və məsələni həll etmək lazımdır. Yox, artıq bu cürdür və bunun dəyişməsi mümkün deyilsə də baxış bucağımızı dəyişərək bu məsələnin bizim həyatımızı gərginləşdirməsini aradan qaldıra bilərik. Yəni, şükür enerjisinə yönələrək bunu həyatımızda dəyişə bilərik. Necə ki, dediyim kimi, hava qar yağıb, hava soyuqdur demək yerinə qar mikrobları öldürür. Misal üçün, ailə məsələlərində onu kimi deyə bilərsiniz, bu xarakteri belədir, tutalım ki, amma onun belə olmağı mənə bu müsbətləri verir. Yəni, o mənfinin içində belə müsbəti görməyə bacarmaq. Bu bizi şükür enerjisinə yönəldə bilər. Şikayət enerjisində olmaq asan bir şeydir, rahat bir şeydir. Amma bu bizə heç nə qatmır. Ona görə də, əziz izləyicilər, şikayət enerjisini buraxın, keçin şükür enerjisinə. Həyatınızda olan mənfiləri yox, müsbətləri görməyə başlayın. Və biz nə qədər şükür səbəblərimizi artırdıqca, şükür səbəblərini görməyə bacardıqca daha çox şükür səbəblərimiz qarşımıza çıxmağa başlayacaq. Amma nə qədər ki şikayət səbəblərini görəcəyik, daha çox şikayət səbəbləri də qabağımıza çıxacaqdır. Ondan da artıq nəyə fokuslanırıqsa da, nəyə diqqətimizi veririksə də onu həyatımızda artırırıq. Ona görə də şükür səbəblərimizə diqqətimizi verək ki, onu həyatımızda artıraq. Düşüncələrimizi müsbətə doğru yönəldək. Nə qədər negativ düşüncələrdə olacaq, negativlikləri həyatımızda artıracaq. Nə qədər uyğunsuz şeylərə diqqətimizi versək, uyğunsuzluqları həyatımızda artıracaq və zehniyyətimizi dəyişmək lazımdır. Zehniyyətimizi dəyişməyə bacarsaq, elə enerjimiz də dəyişəcəkdir. Böyümə zehniyyətində olaq. Böyümə zehniyyətində olmaq bizim həyatımıza gözəlliklər qatacaqdır.
Bu da bizə çox faydalı olacaqdır. Misal üçün deyirik ki, bir nümunə qarşıma çıxdı. Məsəl üçün bir qadın deyir ki, həyat yoldaşım məni anlamır. Mənim dediklərimi eşitmir. Məni başa düşmür, mənə önəm vermir və müəyyən fikirləri bölüşəndən sonra məlum olur ki, heç onun özü belə öz həyat yoldaşını dinləmir. Bu arada dinləməklə bağlı təəssüflər olsun ki, insanlar son zamanlarda bir-birini dinləmirlər. Sadəcə özlərinin beynində olanları qarşı tərəfə çatdırmağa çalışırlar. Belə olanda da münasibətlərdə problemlər yaranır. Ona görə də dinləməyi bacarmaq çox gözəl bir bacarıqdır, çox gözəl bir qabiliyyətdir. Çalışın dinləmə qabiliyyətini özünüzə inkişaf etdirin. Elə bunu demişkən, mənim növbəti marafonum olacaq. Hansı ki, bu marafonu mən bir dəfə keçirmişəm. Artıq ikinci dəfə bu marafonu keçirəcəm. Qarşıdan Ramazan bayramı gəlir. Bu arada Ramazan ayı gəlir. Bu arada Ramazan ayının gəlişi münasibətilə bütün müsəlmanları təbrik edirəm. Rəbbimiz Ramazanı gözəl şəkildə keçirməyi hər birimizə nəsib etsin. Və Ramazan ayının gəlişi münasibəti ilə mən bu marafonu yenidən başlatmaq istəyirəm. Özümə şükür mesajım marafonuna bütün xanımları dəvət edirəm. Bu marafonda nələr olacaqdır? Hər gün bir şükür mesajı mən sizlə paylaşacağam. Siz o şükür mesajını oxuyacaqsınız, dinləyəcəksiniz və özünüz təkrar eləyəcəksiniz. Sonra o mesajı həyatınızla əlaqələndirəcəksiniz. Bu şükür mesajı ilə bağlı mənim həyatımda nələr var və bütün onları xatırlayaraq həyatınızda olanlara bir daha şükür edəcəksiniz. Hər gün bir mövzu olacaq, hər gün bir mövzuda şükür mesajımız olacaq və bu şükür mesajını özünüz dinləyib, oxuyub, təkrar edib, həyatınızla əlaqələndirib və bunlara görə olan şükürlərinizi bir daha dilinizə gətirəcəksiniz. Və dinləmə deyərkən də bu marafonda bizim dinləmə seanslarımız olacaqdır. Dinləmə seansı nədən ibarətdir? Bu da mənim sizə hədiyyəmdir. Ümumiyyətlə bu özümə şükür mesajım marafonu hədiyyə bir marafondur. Mən bunu Ramazan ayı münasibəti ilə yenidən hədiyyə edirəm. Bütün xanımlara hədiyyə edirəm, kimlər ki qoşulmaq istəsə. Bu mənim Ramazan hədiyyəm olsun sizin üçün. Dinləmə seanslarında isə biz kimlər ki marafonda iştirak edəcək, həmin günün mövzusuna uyğun olaraq öz fikirlərimizi bölüşəcəyik. Misal üçün, mən indi danışıram, siz mənə dinləyirsiniz. Amma dinləmə seansında mən sizi dinləyəcəm və sonda öz fikirlərimi ümumi olaraq sizə bildirəcəm. Nə qədər insan o dinləmə seansına qoşulacaqsa da, həmin günün mövzusu ilə əlaqəli hər kəs öz fikrini bölüşəcək, öz şükürlərini bölüşəcək, həmin günün mövzusu ilə bağlı şükür səbəblərini bölüşəcək, şükür mesajını necə qəbul etdiyini bildirəcək və beləliklə də insanlar şükür enerjisini yaymış olacaqdır. Bu marafonda istəyirəm ki, elə Ramazan ayı boyunca biz həm özümüzə şükür mesajı ötürməyə bacaraq, həm də ətrafımızda olan insanlara şükür mesajı ötürməyə bacaraq. Elə mənim də sizə şükür enerjisi ötürmə hədiyyəm olsun bu. Kimlər arzu edirsə də marafona qoşulmaq üçün mənə yaza bilər. İnşallah ki, qeydiyyat qrupu açacağam və iştirak etmək istəyənləri də qrupa daxil edəcəm. Qeydiyyatdan keçəndən sonra Ramazan ayı başlayanda biz bu marafona başlayacaq. Daha ətraflı məlumat üçün qeydiyyatdan keçərsiniz və birlikdə marafonda iştirak edərik. Belə, hansısa sualınız varsa da, bu danışdıqlarımla bağlı hansısa fikriniz varsa da bölüşə bilərsiniz. Bugün buradan öyrəndiklərinizi həyatınıza tətbiq edin. Burada mən sizə çalışmalar verdim. O çalışmaları həyatınıza tətbiq edin. Çalışın şikayət enerjisini şükür enerjisinə dəyişin ki, həyatınız daha da gözəl olsun. Sizə bir hekayə danışdım. Bax, o güzgü, o sehirli güzgü elə bilin ki, sizin əlinizdədir. Və fikirləşin ki, hər dəfə şikayət etdikcə sizin üzünüzdə onun mənfi izləri qalacaqdır. Özünüzə baxın və güzgüdə özünüzə baxın və deyin ki, mən şikayəti dayandırıram. Mən öz qəlbimin işığının sönməsini istəmirəm. Mən üzümdə negativ izlərin qalmasını istəmirəm. Yəqin ki, bunu heç kəs istəməz. Amma bilin ki, siz şikayət etdikcə
öz işığınızı söndürürsünüz, öz qəlbinizi negativlərə fokuslamış olursunuz və bu da təbii ki, sizə yaxşı təsir etməz. Hər birinizə uğurlar arzulayıram, hər birinizə uğurlar arzulayıram. Həyatınızda şükür səbəblərinin bol olmasını diləyirəm. Şikayətə səbəb olan nələr varsa da aradan qalxmasını diləyirəm. Əgər özünüzdə şikayət vərdişləri varsa da, tənqid vərdişləri varsa da bunların aradan qalxmasını diləyirəm. Ümid edirəm ki, burada öyrəndikləriniz sizin üçün faydalı olar, həyatınızda tətbiq edərsiniz və şikayət enerjisini şükür enerjisinə çevirməyə bacararsınız. Əgər çətinlik çəkirsinizsə, elə marafona qoşula bilərsiniz. Marafon boyunca da bizim dinləmə seanslarımız və şükür mesajlarımız sizin üçün faydalı ola bilər. İlk başlanğıc elə bununla başlayın. Sonra da zamanla yəqin ki, nələrsə dəyişmək sizin üçün daha da asanlaşa bilər. Bu qədər. Suallarınız varsa verin. Suallarınız yoxdursa da webinarımızı yekunlaşdırarıq. Hansı fikirləriniz varsa da bölüşə bilərsiniz. Təşəkkür edirəm hər birinizə. Və bir şey də deyim, bəzən olur ki, bizi incidən, bizə gərginlik yaradan çox şeylər olur həyatımızda. Bunları da aradan qaldırmaq üçün elə öz nəfəsinizə fokuslanın. Biz həyatdayıq, biz nəfəs alırıq. Bunun özü belə şükür səbəbidir. Təşəkkürlər sizə, çox sağ olun, dəyərli olun həmişə. Nəfəs almağımız belə şükür səbəbidir. Yəni biz həyatdayıq. Nə qədər insanlar hal-hazırda torpaq altında yatır. Amma biz hələ də həyatdayıq. Həyatdayıqsa da hər anımızın dəyərini bilək. Həyatdayıqsa da elə birinci bunun üçün şükür edək. İkincisi isə bu yaşadığımız həyatı mənalı yaşayaq. Bu həyatı özümüzə və başqalarına faydalı olaraq yaşayaq. Həyatdan zövq almağı bacaraq. Belə olanda bu dünyadan olan hər şey də bizə xoş gələcəkdir. Amma şikayət enerjisində olmaqla təbii ki, heç nə əldə etməyəcəyik. Və dediyim kimi, nəfəsimizə fokuslanaq. Gün ərzində heç olmasa 1 dəqiqə nəfəs texnikası eləyə bilərsiniz. Bu nədir? Yəni, ola bilər gərginliklər sizi sıxır, ola bilər nəyəsə əsəbləşirsiniz, nəsə sizi üzdü və s. Bu anlarda öz nəfəsinizə fokuslanın. Burundan dərin bir nəfəs alın, yavaşca. Nəfəsinizin axışına baxın. Görün ki, siz necə nəfəs aldınız. O nəfəs sizin bədəninizə necə yayıldı. Biz havadan oksigeni alırıq. Aldığımız o oksigen ağciyərlərimizə yayılır. Ağciyərlərimizdən bizim qanımıza keçir. Qanımızdan bütün bədənimizi qidalandırır. Bunun özü belə möcüzədir. O nəfəsinizi fərqində olaraq alın. 1 dəqiqə heç olmasa fərqində olaraq bir 5-6 nəfəs alın. Burundan alırıq, ağızdan nəfəsimizi veririk. Və beyninizdə canlandırın. Hər nəfəs alanda gözəllikləri, xoş duyğuları, sanki özünüzə çəkdiyinizi beyninizdə canlandırın. Hər nəfəs verəndə isə negativləri, o şikayət səbəblərini özünüzdən atdığınızı beyninizdə canlandırın. Burundan alın nəfəsinizi, ağızdan nəfəsinizi verin. Heç olmasa 1 dəqiqə fərqində olaraq nəfəs almaqla siz özünüzə fokuslanmış olursunuz. O sizi gərginləşdirən, sizi incidən, sizi üzən, sizə əsəb verən nələr varsa da bir anlıq onlardan uzaqlaşmış olursunuz. Və belə olanda bəzən tamamilə enerjimiz dəyişə bilir. Əsəbimiz də bəzən unudula bilir. İnsan əsəbi olanda nə etdiyini bilmir. Bəzən ağızdan lazımsız sözlər çıxır, kimisə qəlbinə dəyə bilir. Bəzən elə bir hərəkətlər edirik ki, özümüzə ziyan vurmuş oluruq. Amma nəfəs hərəkəti eləyəndə sırf özümüzə fokuslanaraq müəyyən bir müddət o negativlərdən uzaqlaşa bilirik. Hətta daha çox bunu etməklə həyatımızı gözəlləşdirə bilirik. Yalnız əsəbi anlarınızda, gərgin anlarınızda yox. Elə normal vaxtlarınızda da bunu özünüzə rutin halına sala bilərsiniz. Yəni gün ərzində 1 dəqiqə fərqində olaraq nəfəs alın. Yaradanınıza şükr edin. Allahımıza şükr eləyək. Mən nəfəs alıram, mən həyatdayam. Mən nəfəsi aldım. Oksigeni aldım. O oksigen mənə yaşamaq üçün güc verdi. O oksigen mənim hüceyrələrimə yayıldı. Qanıma keçdi. Yəni bunun fərqində olmaq, bu möcüzəni görmək, insan olaraq nə qədər zəngin bir quruluşa malik olduğumuzun fərqində olmaq şükür səbəblərindən biridir. Necə ki, mən sizə deyirdim, gün ərzində ən azı 3 dənə şükür səbəbinizi düşünün, xatırlayın və
onları dilə gətirin. Baxın, elə bunun özü ən böyük şükür səbəbidir. Həyatdayıq, nəfəs alırıq, özümüzün fərqindəyik, şuurumuz var. Misal üçün, ibadətləri deyirlər ki, uşaqlar, əqli cəhətdən problemli olanlar ibadət etməyə bilər. Bir də yəni əqli xəstəliyi olanlar, bir də ölülər ibadət etməyə bilər. Qarşıdan Ramazan ayı gəlir, elə bunu demiş olum. Yəni deyir, namazı, ibadəti 3 nəfər deyir etməyə bilər. Yəni müsəlmanları deyirəm də. Hansı ki sən ya körpə uşaqsan, yəni ki o müəyyən yaş var da ki, ondan sonra biz artıq namaza başlaya bilirik. Körpə uşaqsan, ya şuursuzsan, yəni əqli cəhətdən problemlərin var, özünün fərqində deyilsən, ya da ölüsən. Yəni bunlar varsa da sən ibadət etməyə bilərsən də. Amma biz nəfəs alırıq, biz həyatdayıq və bizə verilən hər bir şeyə görə şükür etməyi bacarmalıyıq. Elə namazda, ibadətdə bu təşəkkürün bir növüdür əslində. Yaradana bir təşəkkürümüzdür. Həmçinin oruç da bizim özümüz üçün etdiyimiz bir ibadət növüdür. Qarşıdan Ramazan ayı gəlir. Ramazan ayını inşallah gücü olanlar, yəni fiziki olaraq qüvvəsi olanlar Ramazan ayı boyunca düzgün şəkildə oruç tutsun inşallah. Özümə də niyyət edirəm, Ramazan ayı boyunca oruç tutmağa niyyət edirəm. Allahın izni ilə düzgün şəkildə ibadətlərimi yerinə yetirə bilməyə Allahdan güc istəyirəm. Müsəlmanlardan da hər kəsdən arzu edirəm ki, kimlərin niyyətində varsa və fiziki cəhətdən buna gücü çatırsa da hər birimiz inşallah bu Ramazan ayını layiqincə keçirə bilək. Yalnız aclıq orucu tutmayaq, elə şikayət orucu da tutaq. Yəni şikayətlərimizi qoyaq bir kənara, müsbət fikirlər olsun, müsbət düşüncələr olsun beynimizdə, həmçinin də dilimizdə və insanların qəlbini qırmayaq, insanları incitməyək, onlara mənfi təsir edən sözlər deməyək, insanlardan şikayətlənməyək. Bu da əslində bir oruçdur. Yəni oruç yalnız bizim dilimizlə olan bir şey, yalnız qidalanmamızı dayandırmaqla olan bir şey olmamalıdır. Bu bizim həm də şuurumuzda olmalıdır. Hər ikisi birlikdə vəhdət olanda bu əsl ibadət olar. Əsl ibadəti, əsl orucu hər birimizə yaşamağı diləyirəm. İnşallah özümə də bunu diləyirəm. Bu qədər. Məni dinlədiyiniz üçün təşəkkür eləyirəm. Arzu edənlər marafona da qoşula bilər. Burada öyrəndiklərinizi də inşallah düzgün şəkildə həyatınızda tətbiq edib gözəl nəticələr əldə edərsiniz. Sağ olun, sevgi ilə qalın. Təşəkkür edirəm yazmısınız. Çox sağ olun dəyəriniz üçün. Məni dinlədiyiniz üçün bir daha mən də hər birinizə təşəkkür edirəm. Sevgi ilə qalın.